məqsədlərinə çata bilmirsən, çata bilməyəcəksən də. Çünki sən bir şeylərin mükəmməl olmağını gözləyirsən və yaxud da bir şeylərin mükəmməl olmağını istəyirsən. Yaxşı bir kameram olsun, bir dənə mikrofon alım, qəşəng bir dənə arxa plan hazırlayım, görüntü kalitəsi üçün işıq, tripod alım özümə, onu eləyim. Hər şey mükəmməl bir zaman olacaq, hər şey olacaq və mən influencer olmağa başlayacağam və milyonlar izləyəcəm və hər şey mükəmməl olacaq. O mükəmməlliyin gəlməyini gözləyirəm. Və yaxud da başlayırsan kontent yaratmağa və sən düşünürsən ki, izlənmələrin mükəmməl davam edəcək, arta gedəcək. Gözləyən statusundasan və sən gözləyən statusunda qaldığın müddətcə heç bir şey olmayacaq. Məsələn, mənim hal-hazırda 10.000-ə doğru gedirəm Instagramda, TikTokda 20.000-ə gedirəm, YouTube'da 10.000-ə gedirəm 20.000-ə yenə. Və uşaqlar, mən tripodu 1-2 ay əvvəl mənə ad günümdə aldılar. Mikrofonum yoxdur, işığım yoxdur. Mən TikTokdakı o 16.000 kütləni heç bir şeyim olmadan yığmışam. Çünki mükəmməl olmağı gözləsəydim, heç vaxt bu işə başlaya bilməzdim. Ona görə gözləyən statusunda olmağı burax. Bu statusdan çıx.